Welcome dostlar, necəsiz, keyfiniz əfvanız? Bugün yeni cəhətçinlər yumurtadır, bir dam göy erkəkdir, papışdoz da, bu da dişisidir, yumurtayı, dünən yumurtadır dostlar, əlimi vurmuyorum, əlimi vurmayacağım, çıxacaq. İnşallah yani çıxar. Dişləyir adam özü dostlar. Dostlar bir dənə üzücü xəbər var. Çıxışım itdi, gəlmədi. Bir dənə qırmızı, bir dənə də balaların anası getdi, gəlmədi. Balalar da belə. Bu da yumurtadır. Belə də. Ağacdırlar dostlar. Ancaq xilirli atası baxır dostlar. Dancine baxın. Dancində dəm var. Bunu yaxşı yedirtmir dostlar. Buna baxın ağacdır. Gözləri açılır. Bu qara göz oxşur. Bu göz halı olacaq his var. Dimdik qara donç kimi. Hoppa. Bu da anasına oxşar. Bu da ağ olacaq. Bunlar da belə. İnşallah göy qara verərlər. Balaların anası getdi. Arif dostlar. Bugün indi aldığım adamın yanına gedəcəm. Görün bəlkə onam gedir. Külək əsirdi dostlar. Onda qalxdı, o gedən getdi. 2 gün bitir. Dünən də qırmızı bitdi. Tutdum gəlmədi. Buradan yıxıldım dostlar keçən dəfə. Geçdim sizdən. Yuvalar da belədir. Burada elə belə karofka qoymuşam. Buraya salmıram, elə belə qoymuşam. On 16 dənə kuşum qaldı dostlar. 20 dənə olsun başlayacağım satmağa. Zat 4 dənə 6 dənə əleyəcəm, hamısını satacağım. Bunu əleyəcəm dostlar, bu qara gözü. Axşı balıya baxır. Bir də bu göy xorzu əleyəcəm dostlar. Hələ baxaq da görə bilmirəm satayım mı, satmayayım. Bir də bunları əleyəcəm. Bunlar da çıxdı, yumurtlamaq istəyirlər. Bu çöl quşu. Bu qaranın xorzu oynaqdı dostlar. Qırış yetişdirəncə. Bu iki çillər də bir çıta düşüblər. Bu çapla döydü. Çapla. Bununla çıta düşdü. 2 ay zad olar. Hələ də yumurtlamadı dostlar. Aldığım adamdan soruşdum. Dedi Fərədir. Dedim kuşumla çıta düşübdən çıx xoruzla. Dedi yaxlaşırlar mı? Dedim hə. Dedi yəqin hansındasa problem var. Bu xoruzun da ilk dəfədir çıta düşür. Baladan qalxmadı. İndi bununla çıta düşdü. Görək nə olmuş, duyacaq mı? Bu zorquşdu ha. Qopuşdu. 20 manat aldım dostlar. Üstünü. Maşallah. Bu çillə-çili tuturdu. Vurmuşam, özləri tutdu. Bu çapla da bu çapı bir tuturacağım dostlar. Belə görək quşlar gəlirmi? Burada yumurtadır. Bu ağla bu göçdü. Papışdı.
Görək nə bala verəcək, nə rəng. Buradan yıxıldım dostlar. Suydu üstü, yağış yağmışdı. Dedim bəlkə kuşlar oraya düşür. Çıxanda ayağım sürüşdü elə. Belə. Balaşlar da belə. Birinci təndə dostlar kuşum. Gördüm biz uşaqlarla futbol oynardıq. Külək əsirdi özdə. Gördüm bu ağ kuş uçdu. Parkdaydık. Gördüm bax. Kırş yetişmək istəyirdi. Külək qoymadı bax buna. Sonra gördüm elə o tərəfdən onun arxasından fırlandı. Biz də parkdaydık. Görmədim də oradan çıxmadı da. İnşallah qırğız ad vurmaz. Bu gün indi gedəcəm birazdan. Görüm Yasinəm gedir. Dedim Qaragöz yəqin ki balıya baxar. Təzə vaxtlarında yatmıyordü üstə. Sonra indi gecə yatırdı. İndi yedirdir. Üstə yatır. İndi qalxır arada. İşte yekə balalardır. Nəysə dostlar, videomuz bu qədər. Sağ olun, salamat qalın. Kanalıma abunə olmağı unutmayın. Bunlar da yumurtadır. İnşallah çıxar balaları. Görək necə bala verəcək. Atası da budur. Qəşəng erkəkdir. Sinif yoldaşım dedi ki dostlar, bir dəfə am dişdi ki, ayağımla mum qışqırdanda qalxdı, salta vurdu. Göyü. İnşallah indi qanadı bir tane də oynaq çıxar. Nəysə dostlar, sağ olun, salamat qalın. Kanalıma abunə olmağı unutmayın.